Qaydasız döyüş deyəndə ilk ağlımıza gələn əks cinsin nümayəndələrinin ringdə əlbəyaxa olmasıdır. Amma bu idman növündə də ringə çıxan və qələbə qazanan xanımlar var. Müsahibim Nərmin Əliyeva kimi. İmmafın dünya çempionu, bu bir tarixdir. Əhsən sana, halal olsun. Azərbaycana ilk medal məndən. Mənim beynəlxalq arenada ilk yarışım idi. Çox gözəl hissdir. İlk idi. Və qalib oldum. Qaydasız döyüşlə bir ildir məşğul oluram. Özümü daha uyğun hiss edirəm bu idmana. Çox ciddi hazırlaşırdıq. Səhər axşam çox ağır məşqlər edirdik. Krosslar, fiziki məşqlər. Özümü bu idmanda tapdım. Nərmin Əliyeva Tbilisidə İmmaf üzrə keçirilən dünya çempionatında qalib olub, yarışın bürünc və gümüş medalçıları da həmvətənlərimiz olub. Qəzənfər Kazımlı bürünc, Cəfər Sadiq Mirzəyev isə yarışda gümüş medala layiq görülüb. Tam ciddi hazırlaşmışdı, özünə inanırdı əsas o. İkinci döyüşündə reytingdə ən yüksək olan idmançıya ikinci raundda boğucu fəndlə qalib gəldi. Finalda da tam üstünlüklə qalib gəldi. Arda birinci Meksika idmançısı, ikinci Makedoniya, üçüncü də Ukrayna idmançısı üzərində təmiz qələbə qazandı və çempion oldu. Himnimizi səsləndirdi. Mən inanırdım, bəlkə də mən özüm qalib olsam, o qədər sevinməzdim. Bu uğura layiqdir. İnşallah fevralda Avropa çempionatı olacaq. Mən inanıram ki, orada çempion olacaq, bayrağımızı dalğalandıracaq. İstənilən idman növü üzrə qələbə qazanmaq, onu qoruyub saxlamaq qədər çətin və məsuliyyətlidir. Bütün idmançılarımıza qalib gəlmək və daim bayrağımızı yüksəklərdə dalğalandırmaq diləyi ilə Nigar Babayeva, Zaur Haşimov, Əli Abbaslı, Telesər.